Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün anonslardan da gördüyümüz kimi səhiyyəmizin bugünkü inkişafı, mütəxəssislərin təyini və təyinatı haqqında danışacağıq. Bugünkü reallıq nəyi deyir mövzusunda. Təbii ki, bu mövzu ətrafında müzakirə etmək üçün studiyamıza dəyərli qonaqlar dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edeyim. Azərbaycan Respublikası Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli. Müşfiqəm, xoş gəldiniz. Hoş gördük. Eyni zamanda bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbər. Elmir bəy, siz də xoş gəldiniz. Öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün hər birinizə dərin minnətdarlığımızı bildiririk. Bugün səhiyyəmizin bugünü, inkişafı, reallığı, bəzən də bizim informasiya baxımından kasadlıq çəkdiyimiz, doğru düzgün bilmədiklərimiz fonunda gedişatlar. Bu haqda danışırıq. Müşfiq bəy, bugün səhiyyəmizin inkişafı qənaət bəxş hesab edilir deyə bilirikmi? Ümumiyyətlə, Azərbaycan dövləti sosial dövlət modelinə uyğun şəkildə həm əhalinin maddi halının yaxşılaşdırılması, sosial güvənlik çətiri altına alınması, əhalimizin bütün fərdlərinin, bütün hissəsinin, bütün xalqın, bütün insanlarımızın hər bir fərdini bu çətir altına alınması istiqamətində addımlar atılır və mühüm elementlərindən də biri insan sağlamlığının qorunması və dövlət tərəfindən konstitusyon hüquq kimi insanların sağlamlığının qorunması istiqamətində dövlətin atdığı addımlar məcmusudur. Sosial dövlətin fəaliyyət göstərmə prinsipi. Bu prinsipə uyğun şəkildə biz görürük ki, Azərbaycan dövləti müstəqillik dövründən bu yana səhiyyə inkişafı sayəsində çox böyük bir inkişaf yolu keçmişdir. Biz 20 il bundan öncəni düşünsək, 30 il bundan öncəni düşünsək, düşünün ki, səhiyyə infrastrukturu hansı vəziyyətdə idi, Sovetlərdən qalma bir miras şəklində hansı vəziyyətdə idi. Sonraki dövrdə biz istər müharibənin, istər torpaqların işğal olunmasının, əhalimizin çox böyük bir ölkə daxilində miqrasiyası, qaçqın, köçkün halında olan insanların sağlamlığın hansı vəziyyətdə olması, dövlətin bu istiqamətdə bütün infrastrukturu yeniləməsi kimi çox böyük problemlər dururdu. Hətta bəzən mən o dövrü yaşamış bir şəxs kimi, bizlər hər birimiz yaşamış bir şəxslər kimi düşünürdük ki, biz bu işlərin öhdəsindən necə gələcəyik. Amma nə indi müşahidə edirik? Ulu öndərimizin vahid strateji xəttinə uyğun şəkildə Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının inkişafını digər sahələrdə olduğu kimi səhiyyədə də təmin etdi. Artıq Azərbaycan Qafqazda ən böyük səhiyyə infrastrukturuna, yenilənmiş səhiyyə infrastrukturuna malik olan bir ölkədir. Xatirinizdədirsə, xaricdə müalicələr üçün insanlarımız müxtəlif yollarla, hətta bəzən müəyyən bir vasitələri borc alaraq, digər ölkələrdə öz sağlamlığını qorunması istiqamətində nə qədər əzab əziyyətlərə cəhd edirdilər, düçar olurdular. Amma biz səhiyyədə aparılan islahatlar və yenilənən infrastrukturdan sonra tamamilə bu prosesin azaldığının və çox cüzi rəqəmlərə çatdığının şahid oluruq. Bu, səhiyyənin uğurlarının real göstəricilərindən biridir. Çox şey əl çatan etdik. Bundan başqa ən böyük, ən çətin islahatlar səhiyyə islahatlarıdır. Dünyanın hər bir yerində həyata keçiriləsi ən çətin islahatlar səhiyyə islahatlarıdır. Biz Avropa ölkələrinə də nəzər yetirsək, Amerika Birləşmiş Ştatlarında Obama hakimiyyəti dövründə böyük bir səhiyyə islahatları paketi həyata keçirilmək istədi, amma onu sonlandırmaq mümkün olmadı. Çünki səhiyyə bütün əhalinin hər bir fərdini əhatə etdiyinə görə buradakı islahatlar bir çox prosesləri hərəkətə keçirdir. Bəzənsə bu hərəkətə keçmiş bu proseslər islahatları tormozluyur və sonradan isə başqa bir problemlərin meydana çıxmasına səbəb olur. Amma biz gəlin etiraf edək ki, hələ Ulu Öndərin zamanında qanunvericilikdə icbari tibbi sığortanın qurulması istiqamətində müddəalar salınmışdı. Sonradan isə artıq səhiyyə infrastrukturu icbari tibbi sığortanın tətbiqinə uyğunlaşdıqdan sonra, çünki inkişaf etmiş xəstəxanalar olmadan, səhiyyənin ilkin səhiyyə xidməti, ikincili səhiyyə xidməti, ixtisaslaşmış tibbi xidmət tam formalaşmadan icbari tibbi sığorta ancaq kağız üzərində qala bilər. Ona görə də Azərbaycan bu metodu özü üçün yol xəritəsi olaraq seçdi ki, əvvəlcə infrastrukturu yenilənsin, sonra icbari sığortanın tətbiqi. İcbari tibbi sığortanın tətbiqi çox mühüm irəliləyişlərə gətirib çıxartmışdır. İstər
tibb işlərinin maddi rifah halının yaxşılaşması, istər insanlarımızın çox dəyəri yüksək olan tibbi xidmətlərə, tibbi prosedurlara əl çatanlığının artması. Gəlin, etiraf edək ki, biz düşünə bilməzdik ki, bir 20 il bundan öncə 15 min, 20 min, bəzən 30-40 minə çatan tutarı, yəni dəyəri çatan əməliyyatlar icbari tibbi sığorta ilə vətəndaşımız 1 manat pul ödəmədən nail ola bilər. Bu, indi asant gələ bilər, amma bir neçə il bundan öncə biz bunu ancaq düşünürük ki, necə ola bilər və yaxud mümkündürmü sualları ilə müraciət edirdik. Bu, özü səhiyyənin uğurudur və gənc nəsil səhiyyə işçilərinin, tibb bazılarının, həkimlərin, yeni elmi işçilərin formalaşması bizim səhiyyəmizin uğurudur. Biz artıq regionlarda bir çox əməliyyatların icra olunmasının, laparoskopik əməliyyatların, müxtəlif müayinə metodlarının rahatlıqla tətbiq olunmasının şahidi oluruq. Bunlar da bundan sonraki dövrdə də biz bu uğurların şahidi olacağıq. Elə bir uğurları da misal olaraq göstərsək, COVID-la olan mübarizədə Ümumdünya Səhiyyə Təşkilatlarının, Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də digər üst qurumlar Azərbaycan səhiyyəsi haqqında çox xoş fikirlər və cənab prezidentin, xanım birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqəti indiki səhiyyəmizin inkişafına gətirib çıxarmışdır. Bəli, tam doğru. İcbari tibbi sığorta ilə bağlı bəzən bizim bilmədiyimiz istiqamətlər, düzgün bilmədiyimiz istiqamətlər bu yolda müəyyən fikir ayrılıqları yaratdı. Əsasən də bölgələr üzərində qeydiyyat olan insanların Bakıda yaşayırkən elə Bakıda da mən bu icbari sığortadan istifadə etməliyəm deyə düşüncəsi müəyyən fikir ayrılıqları yaratdı. Burada bu gedişatları bilinməməsi, bəzən məlumatın doğru düzgün bilinməməsi, bu mexanizm necə gedir Müşfiq bəy? Yəni, mən əgər rayon bölgə qeydiyyatındayamsa, mən sadəcə məhz qeydiyyatı olduğum ərazidə bu xidmətdən istifadə etməliyəm, yoxsa yaşadığım, müvəqqəti yaşadığım bir şəhərdə istifadə etmə imkanım varmı? Bugün daha çox çaşqınlıq yaradan bax sual budur. Burada səhiyyənin bir qədər səhiyyə idarəçiliyinin istiqamətində danışdıqdan sonra bu mövzunu tam aydın şəkildə ifadə etmək olar. Səhiyyə idarəçiliyində ilkin səhiyyə xidməti vardır. Yəni, birinci pillə səhiyyə xidməti, sonra ikinci pillə səhiyyə xidməti, sonra isə daha inkişaf etmiş səhiyyə pilləsi. Birinci pillə səhiyyə xidməti nədən ibarətdir? Bura təcili yardım xidməti və ilkin səhiyyə xidmətinin modeli olan bizdə ailə sağlamlıq mərkəzləri və poliklinikalar, qadın məsləhətxanaları və s. Bölgələrimizdə bu daha çox ailə sağlamlıq mərkəzi istiqamətində formalaşmışdır ilkin səhiyyə xidməti, bir də təcili yardım. Məsələn, insanlarımız təbii ki, gecə bir sağlamlıq problemi olduqda ilk ağla gələn, ilk müraciət edəsi ya tanıdığı bir həkimdir və yaxud hansı uzqar bir bölgədə olsa, ilk müraciət etdiyi təcili yardım xidmətidir. Bu məsələ aydındır. İkinci məsələ, növbəti gün artıq planlı şəkildə vətəndaş hara müraciət etməlidir, necə müraciət etməlidir. İndi bizdə burada müxtəlif yanaşmalar vardır. Bəzən mən hansısa bir bölgədə, məsələn, şimal bölgəsindəyəm, Sumqayıtda tanıdığım bir həkim var. Məsələn, tutaq ki, bir Sumqayıt ətrafı Abşeron yarımadasında, məsələn, müəyyən bir yerdəyəmsə, Bakının mərkəzində bir tanıdığım həkim var deyə müraciət edirlər. Amma proses icbari sığortada necədir? İlkin səhiyyə xidməti, yəni ailə sağlamlıq mərkəzləri və yaxud poliklinikanın həkiminə müraciət etməlidir. Bəzən, mən bunu bir neçə dəfə müsahibələrimdə də, çıxışlarımda da demişəm ki, bəzən kiçik bir patologiya, məsələn, bir baş ağrısından ötürü və yaxud kiçik bir patologiyadan ötürü, hansısa bir əzələrdə ağrısı var, digər var, böyük bir məsafə qət edərək mərkəzi rayon şəhər xəstəxanalarına müraciət ilkin səhiyyə xidmətindən yan keçərək. Bu da çox kütləvi növbələrin yaranmasına səbəb olur. Ona görə də ilkin səhiyyə xidməti öz ailə həkiminə və yaxud poliklinikada sahə həkiminə müraciət etməlidir vətəndaş. Əgər ilkin istiqamətdə müəyyən məsləhətlərdən sonra bu problemlər və yaxud bu problemlər ilkin səhiyyə xidmətində həll olunmayacaq problemdirsə, göndəriş verilir. Bu göndərişlə müvafiq inkişaf daha ixtisaslaşmış tibbi xidmət göstərən xəstəxanaya vətəndaş müraciət edir. Burada heç bir təmənnasız, heç bir vəsait ödəmədən dövlət xəstəxanalarına müraciət edir, yönləndirilir daha doğrusu. O yönləndirilmiş vətəndaş müayinələrdən keçdikdən sonra, əgər bir reseptlə, bir prosedurla həyata keçəcəksə sağlamlığının bərpası
artıq orada sağlamlığın bərpası istiqamətində addımlar atılır. Yox, daha geniş müayinələrə ehtiyac varsa, dövlət xəstəxanasında varsa bu orada həyata keçirilir, yoxdursa özəl xəstəxanalara yönləndirilməlidir. Bu normal gedən bir prosesin mexanizmin izahıdır. Amma bir də var proseslərdə anormallıqların meydana çıxması. Bu zaman nə olur? Bayaq dediyimiz kimi birbaşa müraciətlər, birbaşa müraciət, kütləvi xəstə yığılması, tibbi personalın, yəni tutaq ki, bir bölgəmizdəki mərkəzi rayon xəstəxanası, heç uzağa getməyək, bizim Abşeron yarımadasında olan bir mərkəzi xəstəxana. Orada düşünün ki, məsələn, 100 xəstəni qəbul etmək üçün, ambulator xəstəni qəbul etmək üçün tibb personalı buna uyğunlaşmışdır. Amma birdən-birə bir gün ərzində 300 personal müraciət etdi. Təbii ki, burada nə tibbi yardımın keyfiyyətindən danışmaq olar, nə orada vətəndaşlara yüksək səviyyədə xidmətdən danışmaq olar, nə də burada onlayn növbənin qaydaya qoyulması məsələləri müzakirə olunur ki, belə etsək necə olar? Çünki bu suallar çox müraciət olur. Bu qədər axının qarşısında biz heç bir prosesi istədiyimiz səviyyədə həyata keçirdə bilmərik. Hətta xəstəxanamızın infrastrukturu yüksək səviyyədə olsa, həkimlər gülərüz, mehriban, tibb bazıları yüksək səviyyədə xidmət göstərsələr də belə, biz bu effekti ala bilmərik. Çünki siz də bir həkim kimi, mən də bir həkim kimi bilirik ki, insan 15 xəstəyə baxdıqdan sonra orada heç bir keyfiyyətli müayinədən söhbət gedə bilməz. İstər-istəməz insan orqanizmi artıq bir qədər qeyri-adekvat reaksiyalar verəcək. Buna görə də biz ilkin səhiyyə xidmətini gücləndirməliyik. Yəni, vətəndaşımız yaşadığı yerdə heç bir növbəyə durmadan, rahatlıqla hər bir ailə həkimi 2000 insanımıza xidmət etməlidir. Demək, standarta görə bu 2500-3000-ə qədər də arta bilər. Və bu istiqamətdə biz ilkin səhiyyə xidmətini gücləndirdikdən sonra poliklinik xidmətlər, dediyimiz o yüngül müraciətlər, müəyyən sənədləşmələrdən ötürü gəlib mərkəzdə cəmləşməməsindən ötürü bunu etməliyik. Bu birinci addımdır. İndi bizim səhiyyəmizin qarşısında duran bir vacib ümdə məsələ. İkinci məsələ özəl sektorla dövlət sektoru arasında sağlam, düzgün, heç bir qanun pozuntuları olmadan, heç kimə xüsusi yanaşma olmadan, yəni buradakı özəl məsələnin hər birinə eyni baxımdan baxılmalı. Çünki biz fikirləşirik ki, gələcəkdə ümumiyyətlə həm Səhiyyə Komitəsinin çox hörmətli rəhbəri Əlman Əmraslanov bu istiqamətdə açıqlamalar vermişdir, bu istiqamətdə çalışır. Səhiyyə Naziri, Səhiyyə Nazirliyinin bu istiqamətdə fikirləri bu cürdür. Eləcə də İcbari Tibbi Sığorta Agentliyi, təbbin fikirləri bu istiqamətdədir ki, burada artıq bizim üçün özəl dövlət anlayışı yox, insanlarımıza xidmət anlayışı vardır. Və buradadır ki, mərhələ-mərhələ bu proseslər öz həllini tapacaqdır. Biz bir anın içində bütün xidmətlərin ən yüksək səviyyədə olacağını düşünürüksə, bu yanlışdır və buna zaman lazımdır. Zamanla da biz açıq etiraf etmək lazımdır ki, tibbi xidmətin keyfiyyətinin yüksəlməsinin şahidi oluruq. Qüsurlar yoxdur, var. Çatışmazlıqlar yoxdur, təbii ki, onlar da var. Amma əsas məsələ odur ki, o çatışmazlıqlar etiraf olunur və onların düzəldilməsi, daha da yaxşı xidmətin qurulması istiqamətli addımlar atılır. Bəli. Və hər bir işdə nöqsan-dir olmadan, əgər bir işdə bir nöqsan yoxsa, demək ki, o işdə ümumiyyətlə nə gedişat var, nə irəliləyiş var. Doktor, psixoterapiya və psixiatriya sahəsində təbii ki, bugün çox ciddi, belə deyə, irəliləyişlər zamanla olub, indi də var, müəyyən bir boşluqlar da var, deyilmi? Bizdə daha çox hərbi komissarlığa çağırış zamanı bu psixiatrik müayinələrin keçirilməsi və dəyərləndirilməsi, bu mexanizm ümumiyyətlə sizin baxışınızda hansı problemləri qabardır? Biz onları görə bilirik və yaxud da görə bilmədiyimiz gizlin gedən başqa problemlər varmı? İcazənizlə mən çox qısa olaraq Müşfiq müəllimin danışdığı mövzuya bir praktikada rastlaşdığım bir vəziyyəti istəyərdim icazənizlə davamını gətireyim. Bəli, buyurun. Demək, təəssüf ki, həmişə olduğu kimi vətəndaş mövqeyi çox əhəmiyyətlidir, amma heç də həmişə arzu olunan səviyyədə deyil. Necə ki, təcili tibbi yardım maşınına yol vermək deyilən bir etika olmalıdır mütləq. Eləcə də həmin o icbari sığorta ilə müraciətdə də mən düşünürəm ki, insanların bir
necə deyim, daxili vicdan hissinə söykənməkləri vacibdir. Necə ki, bəzən bunun mən çox şahidi oluram. Yəni, insanların özlərinin etirafı və yaxud da işçilərin dediyi bankda, tutaq ki, kimsə gəlir həkimin qəbuluna, hələ vaxtına var, görür yaxında bir bank var, fikirləşir, girim bir növbə götürüm, sual verim sadəcə vaxtımı keçirmək üçün ki, mən kredit götürə bilərəmmi, götürə bilmərəmsə niyə? Yəni, vaxt öldürmək üçün. Amma halbuki növbədə İnsanlar var ki, onlar çox vacib məsələni həll edib, işdən icazə alıb gəliblər də və qayıtmalıdırlar. Onların vaxtına tutmuş olur və haqqına girmiş olur. Eləcə də tutaq ki, bir nəfər gəlibdir, icbari sığorta nevroloq müayinəsinə ehtiyac var. Tutalım, baxır ki, 10-cu nəfərdir də. Və orada deyir, bir baxın, görək, tutaq ki, bir terapevtin qəbuluna neçə, 5 nəfər, qoy bir çek də götürüm, ora gedim, oradan da bir müayinədən keçim. Elə bura gəlmişkən, növbədə durmuşkən bir stomatoloq müayinəsindən də keçim. Belə yanaşanda təsəvvür edin, orada gözləyən başqa bir pasiyentlər var ki, onlara bugün doğrudan da çox ehtiyacdır da, yəni onların müayinəsi, onların haqqına girmiş olur da. Yəni sadəcə çekləri götürüb, sadəcə gəlmişkən burada mümkün qədər hamının növbəsindən keçim. Mən düşünürəm, bununla bağlı müəyyən video, çarxlar, maarifləndirmə olmalıdır. Ən azından, nə bilim, hansısa bir plakat şəklindəmi, ya necəmirsə, ya xəstəxananın içərisindəmi bu yazılıb qoyulmalıdır ki, insanlar, elə şeylər var ki, o insanın özü daxildən riayət eləməlidir. Bu məsələnin bu hissəsi və sizin dediyiniz sualın üzərinə qayıtsam, mən istəyərdim ki, buradan xüsusilə də yeniyetmə evladı olan ailələr ki var, uşağın hansısa bir psixoloji, psixiatrik sıxıntısı, problemi varsa buna çox diqqətli olsunlar. Məsələ ondan ibarətdir ki, biz bilirik, insanlar xüsusilə də evladlarına qarşı çox həssas olduğuna görə həmişə istəyir private, belə qapalı, ən yaxşı bildiyi, daha yaxşı tanıdığı, daha məsləhətlər aldığı bir həkimə müayinəyə aparsın. Amma bir vacib məsələni yaddan çıxarırlar ki, söhbət əgər oğlan uşağından gedirsə, sabahsı gün onun əskərlik məsələsi var və onun bugünkü diaqnozu, sabah o nə dərəcədə əskərliyə yararlıdır, yararlı deyil, orada böyük rol oynayır, həlledici rol oynayır və bugünkü gün o dövlət müəssisəsinə müraciət eləməməyi, sabahsı gün təsəvvür edin, əskərliyə çağırış, 17 yaş tamam olubdur, təcili və indi ayırırlar ki, axı bu uşağı təəssüf ki, heç də o özəl sektorda olan həkimlərin də hamısının, belə deyim də, ağlına gəlmir sadəcə ki, onlara bir deyim ki, bir qeydiyyata, əvvəllər dispanser formasındaydı. Qeydiyyat dövlət xəstəxanalarında. Bəli, ona görə ki, sabah o çağırış gələndə, çünki bu təəssüf ki, yadınızdadır, dönə-dönə toxunduğumuz məsələ var ki, psixoloji, psixiatrik şikayətlər, baxmayaraq bəziləri başqa hərəkət edir, amma onları heç bir nə analiz, nə laborator instrumental müayinə metodu demək olar ki, yoxdur. Və gedib sonra həmin o çağırışda, o komissiyada əyləşən həkimə sübut eləmək ki, 10 ildir bu uşaq hər hansı bir xəstəlikdən əziyyət çəkibdir və axı bu qəbul elədiyi müalicənin nəticəsində xəstəliyin o klinik şəkli tamam silinibdir. Hal-hazırda o simptom açıq manifestasiya şəklində deyil, remissiya vəziyyətindədir, kompensasiya vəziyyətindədir və onda bəli, böyük bir problem yaranır. Ona görə də mən düşünürəm ki, buna xüsusilə fikir verməlidir və prosedura necədir? Bayaq siz dediyiniz kimi, burada artıq, çünki bu, belə deyim də sizə, planlı bir müayinə olduğu üçün qeydiyyatda olduqları ərazi poliklinikasında orada mütləq ki, psixiatr var, mütləq var, bütün bu poliklinikalarda psixiatrlar əyləşir, mütləq ona müraciət eləməlidirlər. Bilirsiniz, indi xeyli dəyişikliklər vardı. Əvvəllər gedirdilər hərbi komissarlığa, oradan gedirdilər ikinci bir yerə. İndi biraz dəyişiklik var. Yəni, tamaşaçıları da biraz informasiyalar yükləməmək üçün ən doğru, ən düzgününü həmin o poliklinikada əyləşən həkim, peşəkar psixiatr onları yönləndirəcəkdir. Loru dildə desək, o arayış, spravka deyirlər də belə el arasında. Verəcəkdir kağızı ki, hara getməlisiniz, harada, hansı şəkildə siz müayinədən keçməlisiniz. Çünki vaxtında, zamanında qeydiyyat olar, qorxmasınlar, çəkinməsinlər. Heç də bütün şikayətlər o demək deyil ki, sabahsı gün bəzisi qorxur ki, birdən onun uşağını sabah işə götürməzlər, ali təhsildən məhrum olar. Bu belə deyil. Yəni, bu belə deyil. Zaten onsuz da vəziyyət bu az rast gəlinir də çox ciddi ağır hallar. Zaten o elə olanda onsuz da o
belə də onsuz da nə hərbiyə yararlı deyil, nə bir sıra şeylər təəssüf ki, onda alınmayacaqdır. Amma vaxtında dövlət müəssisəsində qeydiyyata düşməməkləri sonra onlar üçün də çox ciddi problem yaradır. Pasiyent üçün də çox ciddi problem yaradır və komissiyada əyləşən həkimlər üçün də çox ciddi problem yaradır. Çünki indi müasir çox açığı da bir 50 il əvvəlki zamanə deyil. Çox gözəl dərman preparatları var ki, hansı ki onlar xəstəliyin bütün o gözə girəcək loru desək simptomlarını tamam götürür. Amma bu pasiyent sabahsı gün getsə, ailə mühitindən belə çıxmağı, həmin o psixoloji dəstəyi itirməyi belə kifayətdir ki, xəstəlik daha ağır bir formada manifestasiya eləsin. Bax, ona görə də bu prosedur qaydaya mütləq riayət eləməlidir. Müşfiq, burada məsuliyyəti kim daşıyır? Hərbi çağırışla bağlı, məsələn, elə biz valideyn olaraq övladlarımızdan da görürük. Məktəb onları mütləq ki, həmin poliklinikalar, qeydiyyatı olan poliklinikalara müraciət etməyə sövq edir. Amma bunu övladlarını, elə Elmir bəy toxunduğu kimi, dediyi kimi, oradan yayındırmaqda. Sadəcə bu qeydiyyata düşməmək, yoxlanış mənim övladımın qeydiyyata düşməsi və anında düşünürlər ki, 9-cu sinif şagirdini elə həmən hərbi xidməti aparacaqlar kimi anlayış var. Bundan yayındıran yetərincə valideynlər var. Bir qorxu hofu var, bir yanlışsızlıq var, bir doğru düzgün məlumatın sahiblənməməsi var. Bu nədən irəli gəlir? Ümumiyyətlə, bu haqda azmı danışılır deyə və yaxud da bu haqda məlumatlar düzgün çatdırılmır. Niyə bu qədər qorxuruq həmin çağırış dönəmində övladlarımızı məhz həmin dövlət poliklinikalarında qeydiyyatdan keçirtməyə? Burada iki məsələ vardır. Birinci məsələ, ilk öncə obyektiv məsələlərdən danışıb, sonra subyektiv məsələlərdən mən qeyd edirəm. Bu ilk öncə Sovet sistemindən biz müstəqillik dövrünə keçid edərkən bir qədər proseslərin əvvəlki modellə gedəcəyik, sonraki model necə olacaq, ilkin səhiyyə xidməti, poliklinik xidmət, bunlar bir qədər gəlin etiraf eləyək ki, əvvəlki səhiyyə sisteminin də özünün müsbət tərəfləri vardı. Daha doğrusu profilaktik səhiyyənin qurulması baxımından çox müsbət tərəfləri vardı. Mənfi tərəfləri də o qaçınılmazdır. Bəzən bir dəfə bu həkimlərin sertifikasiyasının yenilənməsi tamam fərqli bir yanaşma indi qoyulub ortalığa. Yəqin ki, məlumatınız var. Belə bir sual verdi ki, sertifikatlaşmada bir proqramda, sertifikatlaşmada problemlər siz necə düşünürsünüz? Vardı ki, varmı sertifikasiyada problem? Mən o zaman belə bir cavab verdim ki, əgər problemlər olmasaydı, o zaman bu yeni qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Problemlər var ki, artıq yenilənmə istiqamətində addımlar atılır. İndi də bizim dediyimiz kimi bu problemlərin tamamilə düzəldilməsi üçün bu səhiyyə islahatları həyata keçirilir. Problem nədən ibarət idi? Dediyimiz o ilkin səhiyyə xidmətində həkim, müəssisə, məktəb və vətəndaş əlaqəsinin pozulması. Artıq əvvəlki sistem öz effektivliyini vermir. Yeni bir sistemi isə yaratmaq hələ tam bir formada mümkün deyildi. Amma indi hal-hazırda istər icbari dispanserizasiya ayrılan çox külli miqdarda vəsait dövlət tərəfindən. Yəni, dövlət konkret olaraq uşaqların icbari dispanserizasiyasına çox böyük miqdarda dövlət proqramının istiqamətində vəsait ayırır və bu vəsaitə uyğun şəkildə təbibin tabeliyində olan müəssisələrdə bu istiqamətdə işlər görülür. Bu nədən ibarətdir? Məktəblərdə uşaqların müayinələrdən keçirilməsi və müayinələrdən keçirilərkən elə qeydiyyat məsələsi də orada öz həllini tapır və sağlamlığında problem olan uşaqlar ilk vaxtlarda aşkar olunur ki, bərpa etmək mümkündürsə bərpa edilsin. Qeydiyyata alınmalıdırsa, sonra siz dediyiniz kimi artıq xidmət yaşı çatdıqda, hərbi xidmət yaşı çatdıqda, indi təbii ki, hər kəsin %100 sağlam olacağı deyə bir anlayış da yoxdur. Bu problemlər də ola bilər. Bu istiqamətdə, üçüncü istiqamətdə dediyim o ilkin səhiyyə xidmətinin qurulması, hər ailə həkiminin özünün baxdığı və özünə qeydiyə alınmış əhali qrupunun olması, bu çox mühümdür. Bu, həm də qeydiyyat məsələsinin həlli istiqamətində mühüm addımlar çərçivəsidir. Yəni, biz vətəndaşdan fəlsəfi olaraq bilirsiniz ki, Nizaminin də, Nəsiminin də əsərlərində kamil insan obrazı var. Və kamil insan yaratmaq, kamil insan olmaq Nietzsche'də də var, şərq fəlsəfəsində də var, qərb fəlsəfəsində də var. Bu, böyük arzu olaraq qalır. Amma biz kamil insanı hələ formalaşdırmaq üçün çox, bu bəlkə də bir fəlsəfi sual olaraq qalacaq. Yəni, biz hər bir
istiqamətdə bunu gözləyə bilmərik. Vətəndaş hər bir şey zamanında edəcək deyə bir şey yoxdur. Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Hər bir insan özünü sağlam hesab edir, hər bir insan hər şeyinin yaxşı olduğunu hesab edir və hər bir insan hamıdan ağıllı hesab edir özünü, hamıdan gözəl hesab edir. Evet. Bu insan yaradılışının bir mən deyim, olmazsa bəlkə də olmaz bir şərtidir. Bəlkə də ən yaxşı tərəfi budur insanın. Ona görə də dövlətin funksiyası, vəzifəsi ondan ibarətdir ki, öz siyasətinə uyğun şəkildə, əgər Azərbaycan sosial dövlət modeli qurubsa, sosial dövlət modelini mənimsəyib və bəyan edib və uğurla həyata keçirirsə, bu istiqamətlərdə addımlar atılmalıdır. O addımlar da səhiyyə idarəçiliyi istiqamətində olmalıdır və bir də qanunu pozan insanların müxtəlif yollarla bu istiqamətə yönləndirilməsi. Bu da inzibati metodlarla həyata keçirilir. Nəzərinizdə çatdırım ki, qeydiyyata düşməyən, qeydiyyat prosesində ləngiyən şəxslər barədə müvafiq dəyişiklikdən sonra müəyyən inzibati tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. İnzibati tədbirləri də görməliyik. Vətəndaşımızla çox uyğun şəkildə maarifləndirici tədbirlər də görməliyik və səhiyyə idarəçiliyinin tələbləri nədirsə onu da həyata keçirməliyik. Bu işlər bunlar ola bilər. Amma kamil insan obrazını yaratmaqsa bu artıq fəlsəfi Bəli, fəlsəfi gedişatdır ki, inşallah ki də o zaman da gələr. Biz reklam fasiləsinə ayrılırıq. Reklam arasından sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün səhiyyənin bugünkü inkişafından danışırıq. Qonağımız isə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli və həkim psixoterapevt Elmir Əkbərdir. Müşfiq müəllim, təbii ki, nöqsanlar danılmazdır, bunlar da var, yox deyil, amma inkişaf da göz qarşısındadır və bizim müasir bizdə olan bir neçə belə deyək, sahənin mütəxəssisləri demək olar ki, biz həftənin 5 günü yayımlandırıq və hər gün bir mövzuyla, bir mütəxəssis və peşəkar baxışı ilə artıq verilişimizi yönləndiririk və onların bugün müasir texnologiyanın inkişafı və qatıldığı konfranslar, seminarlar artıq uzun illər öncə bizi əlçatmaz edən xəstəliklərin məhz ölkəmizdən çox asan və rahatlıqla əməliyyatlardan keçməsinin, belə deyək də, bunların varlığından danışır. İnsanların vaxtilə müalicəsi yoxdur, nə etsəm də faydası yoxdur anlayışını tamamən kəsib atmasını və bizdə bunların tam tətbiqi və müalicəsi var deyə anlayışının mesajını verdi və bu əslində bizim verilişin bir ilə yaxındır ki, yayımlanmasında bəlkə də bir uğurumuz oldu kiçik. İnsanlar artıq anladılar ki, bəli, bizim səhiyyəmizdə həqiqətən də elmi biliyə sahiblənən peşəkar həkimlərimiz var və hətta çox saydadır. Sadəcə efirlərə çıxmaq və danışmaqdan imtina etdikcə o meydan ki, boş qalır və onu da sui-istifadə edən, bu haqda anlayışı olmayan dırnaqarası peşəkarlar insanlarda bu cür düşüncələr və anlayışlar formalaşdırmağa çalışdır, amma deyərdim ki, ona da nail olurlar. Amma inkişaf da göz qarşısındadır. Bugün ən yaralı yer olan və daha çox aktual olacaq bir məsələ, həssas bir məsələ psixologiya sahəsi ilə bağlıdır. İstəyirəm, siz elə bu Səhiyyə Komitəsinin üzvü olarkən bu haqda bir yanaşmanızı, mövqeyinizi bilməyimiz, ümumiyyətlə psixoloqların dövlət poliklinikalarının və xəstəxanalarda rəsmi formada fəaliyyəti ümumiyyətlə bu qanunla nəzərdə tutulan bir gedişatdırmı? Belə bir fəaliyyət varmı? Yoxsa psixoloqlar sırf olaraq konkret, müstəqil, azad formada hansısa bir, belə deyək də, özlərinin müstəqil bir ofis şəraitində çalışmalarıdır. Burada klinik psixologiya, təbii ki, psixologiya sahələri ayrılır. Bu haqda bəziləri mən dövlət xəstəxanasında çalışıram deyə fikirlər, bəziləri bunları nevroloqlar səhv salınır. Ümumiyyətlə, psixoloq müraciəti dövlət xəstəxanasında müraciət edən bəzən də insanlara, vətəndaşlara bildirilir ki, bizdə psixologiya ştatı yoxdur, burada fəaliyyət göstərmir, sadəcə psixiatrlar fəaliyyət göstərir. Bu haqda çox xahiş edirəm ki, mövqeyinizi bildirək. Bunu əsl, belə deyək, bu işin içində olan bilincli bir insandan eşidək. Buyurun. Təbii ki, bu sahənin ən ölkəmizdə sayılıb seçilən ən böyük mütəxəssislərindən biri, Elmir doktor, bu istiqamətdə çox böyük işlər görür və həm əhalinin maarifləndirilməsi, həm də bu istiqamətdə özünün bir həkim kimi fəaliyyətində çox böyük uğurlar qazanır. Hər birimiz də bunu görürük və sevinirik. İndi bu işin mexanizm tərəfi ondan ibarətdir ki, biz kliniki psixologiya ilə ümumiyyətlə ümumi psixologiyanı ayırt etməliyik. Bəzən insanlarımız çox doğru deyirsiniz ki, bunun fərqinə vara bilmir, çünki onun fərqinə varılması da mümkün deyildir. Çünki
biz insanlarımızdan bütün sahələr üzrə mütəxəssis olmağı tələb edə bilmərik. O mümkün olan məsələ deyil. Burada mütləq hər işin öz əhli olduğuna görə o əhliləri tərəfindən də insanlarımızın maarifləndirilməsi çox önəmlidir. Bəli. Kliniki psixologiya ilə onlar sertifikatı olan tibb mütəxəssisləri kimi bir həkimlik fəaliyyəti ilə, praktiki tibb fəaliyyəti ilə məşğul olan şəxslər kimi sertifikatlaşdırılırlar və onlar aldıqları o sertifikata uyğun şəkildə, öz ixtisaslarına uyğun şəkildə müəssisələrdə daha çox ilkin səhiyyə xidmətində, ailə sağlamlıq mərkəzi və yaxud polikliniklərdə xidmət göstərirlər. Bayaqları biz sizinlə müzakirə edərkən Sumqayıtla əlaqə saxladıq və real olaraq ailə sağlamlıq mərkəzində kliniki psixoloqların bu fəaliyyətini gördük. Burada həm qazilərlə işlərin aparılması, onların sağlamlığının qorunması istiqamətində, həm uşaqların psixoloji problemlərinin qarşısının alınmasında kliniki əlamətləri meydana çıxan məsələlərdə bu kliniki psixoloqların fəaliyyəti danılmazdır və bu dövlət sektorunda bu model üzrə fəaliyyət göstərir. Təbii ki, həmin kliniki psixoloqlar öz sertifikatları olduğuna görə özəl sektorda da, özəl tibb məsələlərində fəaliyyət göstərə bilərlər. Heç kim onlara bir maneə yaratmır. Amma bir də var ki, psixoloq adı altında fəaliyyət göstərmə məsələləri. Bu məsələlər də çox təəssüf ki, vardır. Niyə görə vardır? Biz həmin o psixoloji fəaliyyət göstərən, psixoloq fəaliyyəti göstərən müəssisələrin lisenziyalaşma məsələsi və yaxud onlar tibb müəssisəsidirmi, tibb müəssisəsi deyildirmi, deyildirsə hansı istiqamətdə fəaliyyət göstərir? Çünki bilirsiniz ki, məktəblərdə də psixoloqlar var. Amma onlar kliniki psixoloqlar deyil. Onlar müvafiq olaraq magistr dərəcəsi almış, psixologiya üzrə yetişmiş mütəxəssislərdir. Onlar da məktəbdə təhsilə uyğun şəkildə öz fəaliyyətlərini göstərirlər. Amma onlar həkim deyil və kliniki psixoloq deyil. O tamamilə fərqli bir sahədir. Bu sahənin ayrılması və bu istiqamətdə addımların atılması indi Səhiyyə Nazirliyində bilirsiniz ki, akreditasiya mərkəzi, publik hüquqi şəxs vardır. Bunların hər biri təlimatları uyğunlaşdırılır, alınır. Bilirsiniz ki, stomatoloji xidmətdə belə çatışmazlıqlar var, plastik cərrahiyyədə belə çatışmazlıqlar var. İndi dövlət onların hər birini, bir çox dövlət orqanı birləşərək araşdırıb, artıq müəyyən istiqamətdə addımlar atılır. Digər sahələrdə həmin o özəl məsələlərin monitorinqi, əvvəllər aldıqları ixtisasa uyğun şəkildə sonradan öz fəaliyyətlərini başqa istiqamətə yönəldən özəl tibb məsələləri də vardır, pozuntulara yol verən məsələ vardır. Burada artıq monitorinq mexanizmləri necə həyata keçirilməlidir? Bu cəmiyyətdə çox geniş müzakirə mövzusudur. Səhiyyə Nazirliyi də, digər müvafiq qurumlarda bilirsiniz ki, lisenziyanı İqtisadi İnkişaf Nazirliyi verir, daha doğrusu İqtisadiyyat Nazirliyi verir. İqtisadiyyat Nazirliyi isə Səhiyyə Nazirliyinin müvafiq rəyindən sonra verir. Lisenziyaların verilməsində çox rahat, şəffaf bir mexanizm vardır. Amma məsələ bundan ibarət ki, lisenziyanı aldıqdan sonra artıq bir rahatlama yaranır bəzi müəssisələrdə və bəzi tibb işçiləri uyğun olmayan fəaliyyətlə məşğul olurlar. İnsanlarımızın sağlamlığı pozulur, insanlarımızın narahatlıqları artır. Bu istiqamətdə də davamlı tənzimləmələrə belə görünür ki, ehtiyac vardır. Çünki bu ehtiyac olmadan bu məsələlər bir qədər rahatlıq yaradıldıqdan əksinə həmin şəxslər öz fəaliyyətlərini daha yaxşı qurmaq əvəzinə bəzən problemli istiqamətdə addımların atılmasının da şahidi oluruq. Mən sizinlə tamamilə razıyam ki, psixologiya sahəsində çox ciddi fərqlilikləri ayırmaq və sənədləşmə mexanizmlərinin yenidən qurulmasına ehtiyac vardır. Bu, həm də reabilitasiya mərkəzlərində də, xüsusən narkomaniyanı müalicə edirəm adı altında bir çox reabilitasiya mərkəzləri dırnaq içərisində yaradılır. Burada heç həkimlər deyil. Burada fəaliyyət göstərənlər tamamilə heç bu prosesə yad bir adamlardır. Hətta bəzən keçmiş özü maddə asılılığından, maddə asılılıqdan olan şəxslər bu işlə məşğul olur. Bu da suallar doğurur. Bəzi hallarda isə bildiniz ki, yəqin xatirinizdədirsə, bir neçə halda insanlara qarşı çox uyğun olmayan münasibətlərin də bu reabilitasiya mərkəzlərində şahid olmuşuq və kütləvi informasiya vasitələri, hüquq mühafizə orqanları bu istiqamətdə artıq bəzi məsələləri aşkar etmişdir. Və dediyimiz ki, burada artıq müəyyən bir istiqamətin seçilib,
mexanizmin qurulması məncə çox önəmlidir. Bəli, və çox inanırıq ki, əslində bunlar da elə şəffaf formada keçiriləcək, doktor. Çünki bu, sosial mediada da elə Müşfiq müəllim vurğuladığı kimi bu reabilitasiya mərkəzləri həmin insanların valideynlərlə aylarla təcrid olunaraq əlaqələrin kəsilməsi bir neçə hadisələri ortaya çıxartdı. Eyni zamanda da psixologiya mərkəzləri, reabilitasiya mərkəzləri uşaqların reabilitasiya, müəyyən müalicə, hətta akademiyası adı altında bir neçə qurumlar fəaliyyət göstərir və oradan hər dəfə də soruşulanda ki, sizin çalışdığınız sahə ixtisasçılar kimdir? Heç orada psixoloqlar, yaşam koç, NLP-çi də bu haqda heç adam danışmaq istəmir. Sadəcə bu ixtisaslar. Nə baş verir bu psixologiya sahəsində, doktor? Əvvəlcə dərin təşəkkürümü bildirirəm Müşfiq müəllimə. Həm fikirlərinə görə, mənim üçün çox dəyərlidir sizin hər bir kəlməniz, sözünüz. Həm də həmişə xalqımızı doğru maarifləndirirsiniz siz sözün həqiqi mənasında və mən əslində dəfələrlə rast gəlmişəm ki, doğrudan da bizim sırf həkim millət vəkillərimiz çox düzgün bu məsələyə fikir ayırırlar. Və bilirsiniz, təbii problem dövlət müəssisəsində, klinikada çalışan, dövlət klinikalarında çalışan mütəxəssislərdən qaynaqlanmır. Problemin mənbəyi təbii ki, sosial şəbəkələrin bir mənalı çox müsbət tərəfləri var. Bu IT sahəsinin, internetin, amma təəssüf ki, ora demək olar ki, kontrolu, total kontrolu mümkün olmayan bir sahədir. Və bugünkü gün təəssüf ki, əhalimizin psixoloq kimi tanıdığı 10 nəfəri, ən məşhur 10 nəfərin içərisində görəcəksiniz ki, 6-sı heç ümumiyyətlə psixoloq deyil. Sadəcə sosial şəbəkə hesabına özünü psixoloq kimi təqdim edən biriləri. Kimisi əvvəllər gedirdilər hansısa xarici ölkədən pul verib diplom alırdılar, hansı ki, bu diplomları nə Azərbaycan Dövlət Səhiyyə Nazirliyi, nə Təhsil Nazirliyi heç biri tanımır, heç hardan yoxlamadan keçməyibdir. İndi isə bir çoxları ümumiyyətlə evdə əyləşir, elə Photoshopla o diploma hazırlayır. Fikirləşir ki, onsuz da onu gedib da niyə başqa yerdən alıb gətirsin ki, elə özü də hazırlaya bilərsə. Və bunlar təbii ki, dövlət klinikalarında çalışmırlar. Onlar özləri üçün hardasa bir şaraşkin kontoru deyilən bir yerdə, hansı taxçada, boğçada, hansı yarım zirzəmi şəraitində necəsə fəaliyyət göstərirlər. Sadəcə olaraq elə zənn eləyirəm ki, burada bilirsiniz, bayaq Müşfiq müəllim gözəl bir söz dedi ki, hamıdan hər şeyi bilməyi tələb eləyə bilmərik. Yəni, dünyanın çox inkişaf eləmiş ölkələri var ki, əhalisinin bir qismi heç prezidentinin adını bilmir. Yəni, ölkələrin adını çəkmək istəmir, amma belə bir fakt var. Ona görə də gözləmək ki, insanlar hamısı hər şeyi dəqiq bilməlidir, bu da iş deyil. Mən elə zənn eləyirəm ki, bu məsələyə biraz təbii həkimlərin digər sahədə, səhiyyənin digər sahəsində bilavasitə Səhiyyə Nazirliyinin, təbibin total kontrolü var. Yəni, yoxlanılır o fəaliyyət daim müxtəlif dövlət strukturları tərəfindən, təkcə Səhiyyə Nazirliyi, təbib tərəfindən deyil, digər dövlət strukturları da yoxlayır ki, bu insan həkimdirmi, həkimdirsə hansı sahənin həkimidir, ancaq təəssüf ki, o dediyimiz hansısa yenə dırnaqarası ofislərdə fəaliyyət göstərən əslində dərəduzdur o adam, heç psixoloq deyil. Yəni, onun fəaliyyəti belə yoxlamadan kənarda qalır. Ona görə ki, o dediyimiz kimi tamam fərqli, ayrı fəaliyyət göstərir. Düşünürəm, onları hər tərəfli bir yoxlama, ümumiyyətlə kimsə özünü sosial şəbəkədə təqdim eləyirsə bir sahənin mütəxəssisi olaraq və insanlar ona üst tuturlarsa, mən düşünürəm ona hansısa bir mexanizm olmalıdır və öz də maraqlı cəhət odur ki, təbii hamı çox gözəl bilir ki, psixoterapiya və psixologiya elmi əsas olaraq Avstriyada yaranıbdır. Yəni orada Freud, Jung, Viktor Frankl və təbii ki, bütün dünyanın ölkələri, nəinki Azərbaycan, bütün dünya ölkələri oradan bəhrələnib götürübdür. Amma bir məqam ondan ibarətdir ki, o ölkələrdə belə bir hal yoxdur deyə, dediyimiz bu məsələ ilə praktik mübarizə mexanizmi yoxdur.
Mexanizmi yoxdur ki, məsələn, Beynəlxalq Səhiyyə Təşkilatı desin ki, bax bununla bu protokol əsasında davranmaq lazımdır. Bu hər bir belə deyək də coğrafi ərazinin özünə məxsus üstünlükləri və hansısa da bir mental problemləri olduğu kimi yəqin ki, bu da bizdə yaranmış bir problemdir ki, buna xüsusi ayrıca bir diqqət ayrılmalı. Çünki sonucda zərbə ağırlıq gəlir səhiyyə sisteminin üzərinə. Yəni o aldanılmış valideynlər, hansılara ki söz verilir ki, hansısa dırnaq arası güya möcüzəli aparat vasitəsilə autizm belə deyək diaqnozundan əziyyət çəkən uşaqlar 6-9 aya tam sağalacaqdır. Hansı ki, baxanda görürsünüz ki, adi köhnə bir elektroensefaloqram aparatıdır. Sadəcə valideyn nə bilir ki, bu nədir? Uşağa qoşurlar, güya biotoplar ötürülür. Elə də qəşəng adlar uydurub tapırlar ki, Müşfiq müəllim ora. Yəni də belə psevdo elmi adlarla və yaxud da hətta hansısa bir bantlar gətirir ki, uşağın ayağına bant yapışdıracaqlar. Bu diqqət əskikliyini müalicə edəcək. O qədər bəzən mən fikirləşirəm ki, onlar o beyinlərini sərf eləsəydilər təhsilə, doğrudan da yaxşı mütəxəssis olardı. Necə ki, narkoman o narkotiki tapmaq üçün göstərdiyi səyin onda birini tətbiq eləsəylə narkotiki atardı. Bunlar da elə düz yolu seçsələr, təhsilə sərf eləsələr, bəlkə də yaxşı mütəxəssis, amma təəssüf ki, onu seçməyiblər. Və nəticə etibarilə də valideyn məyus olanda təbii ki, bu kütləvi şəkildə narazılıq ümumi səhiyyə sistemindən, ümumi psixologiyadan, psixiatriyadan yaranır və heç kim də fərqində deyil ki, o getdiyi adam heç psixoloq deyil. Əsl psixoloqlarla və səhiyyə ilə onun heç bir əlaqəsi yoxdur. İkinci bir məsələ var ki, biz çox gözəl bilirik. Niyə görə bu yalançı mütəxəssislər ki, üzr istəyirəm, falçı, cadügər adlarını cürəbəcürə qoyub güya insanları onkologiyadan tutmuş, sirroza qədər müalicə edirlər. Onların verdiyi fəsad burada da var. Yəni nə? Vaxtında həkimə, mütəxəssisə gedib çıxılmayanda, bəlkə də vaxtında gedib əsl mütəxəssisə müraciət olunsaydı, həmin xəstəliyin qarşısı alınardı. Amma zaman itirilir. Hələ pul itirilir, o yana sağlıq itirilir və o qızıldan qiymətli, dəyərli zaman ki var, o pasiyentə, istər uşaq, istər böyük yardım göstərmək olardı. O itirilir və artıq əsl mütəxəssisə gələndə də vəziyyət dəfələrlə ağırlaşmış, bərbadlaşmış olur. Və üçüncü bir məsələ də odur ki, axı psixoloji problemlərin özünə məxsus fəsadları var ki, bura hansısa bir, yenə deyirəm, ağır psixotik hal, hansısa bir demensiyaya gətirib çıxardan proseslər, hətta intihar belə ola bilər ki, görürsüz, bunlar hamısı dediyimiz həmin o psixoloq və həkim olmayanların... Doktor fəsadlardan da danışacağıq, çox üzürlü sayın. Bizim qısa reklam aramız var. Ondan sonra bəzən də heç ixtisası olmayan insanların bu xəstəliklə daha çox autizm, spektr pozuntusu ilə bağlı elə efirlərdən birbaşa qoyduqları diaqnozlarla bağlı da istəyəcəm məsələyə toxunaq. Qısa reklam arasından sonra müzakirəmiz yenidən davam edəcək. Reklamlar. Reklamlar bitdi. Müzakirəmiz yenidən davam edir. Müzakirəyə keçməzdən öncə qısaca olaraq Tibet Uzun Ömürlər Klubu haqqında danışmaq istəyirəm. Xəzərin sahilində yerləşən Tibet üsulu ilə müalicə metodu, bilirik anadan gəlmə xəstəlikləri çıxmaq şərti ilə sonradan yaranacaq bir neçə ciddi xəstəliklərin, bel, oynaq, ağrıları, qalxana bənzər vəzi xəstəliklərinin, ürək, damar xəstəlikləri, psixoloji və nevroloji xəstəlikləri fonunda təbii ki, bunların müalicəsi və terapiyası aparılır. İmkansız ailənin övladlarına müalicələr tam təmənnasız götürülür. Burada müəyyən xüsusi vannaların qəbulu var ki, uzaq ərazidən gələn insanlar üçün mütəmadi qəbul şəraiti yaradılması üçün oteldə qalma təminatı və qida ilə təmin olunması tam təmənnasız aparılır. Təbii ki, ekranda görünən əlaqə nömrələrlə sizi maraqlandıran suallarla cavablandırmaq üçün zəng edə bilərsiniz. Hər birimizə sağlam can arzulayırıq. Hər zaman Müşfiq bəy deyirəm, sağlam can arzulayırıq. Bir-birimizə görüşəndə də deyirik ki, özünü qoru, sağlam olmağa çalış, sağlam ol, amma bəzən də bilirik ki, əlimizdə deyil bunlar və təbii ki, biz bunları tibb ocağı bilərək, müəyyən müəssisələr, özəl fərq etmir. Daha çox bugün axın özəl klinikalarda müraciətlər var ki, bəzən də düşünürlər ki, özəl klinikada çalışan insanda daha peşəkar ola bilər. Təbii ki, burada yenə də yanaşmalar fərqlidir. Həmin saxtakar, belə deyək, həkimlərin
ixtisası, elə psixoloqların, müəyyən indi necə ki, artıq bunlar üzərində ciddi nəzarət alınır, plastik cərrahların, elə kosmetoloqların eyni qədər saymaq olar ki, bunların fəaliyyəti həmin klinikalarda işə qəbulu, orada çalışmasının birbaşa məsuliyyətini kim daşıyır? Klinika rəhbərliyi sadəcə, yoxsa həmin o özünü peşəkar insan hesab edən dırnaqarası həkimlər? Gəlin buna bir konkret olaraq bir case şəklində baxaq. Həkim müraciət edir özəl müəssisəyə və özəl müəssisədə bu hansı proseslər getməlidir və yaxud dövlət müəssisəsinə. Dövlət müəssisəsinə müraciət etdikdə ondan müvafiq sənədlər siyasi tələb olunur. O sənədləri təqdim edir. İndi hal-hazırda vahid işə qəbul olunma mexanizmi qurulmuşdur. Səhiyyə Nazirliyinin vahid reyestri vardır. Orada vakansiyalar açılır. Vətəndaş vakansiyaya baxır, tibb mütəxəssisi. O vakansiyaya uyğun şəkildə hansı bölgədə fəaliyyət göstərmək istəyirsə, oranı seçir, müraciət edir. Sonradan ümumiləşdirilmiş bir sorğudan keçir. O sorğudan keçdikdən sonra isə artıq sənədləri də standartlara uyğundursa, diplomu, sertifikatı, xarici ölkədə almışdırsa, diplomunun tanınması, sertifikatının keçərliliyi, deməli, özünün praktiki fəaliyyətinin uyğun olub-olmamasını təsdiq edən sənədlər varsa və digər sənədlər də yerindədirsə, artıq dövlət müəssisəsində işə qəbul olunur. Özəl müəssisədə isə birbaşa müraciət edir həmin özəl müəssisəyə. Özəl müəssisədə təbii ki, vakansiya anlayışı deyilən bir şey yoxdur. Səhiyyə bazarına uyğun şəkildə ixtisaslar çox ola bilər, az ola bilər. Ona müvafiq şəkildə öz mütəxəssisini seçir. Amma bu mütəxəssisi seçərkən, onunla əmək müqaviləsi bağlayarkən, əmək müqaviləsi iki tərəfli bağlanılır. Bir, kim işlə təmin edən hüquqi şəxs, fiziki şəxs və həmin işlə, fəaliyyətlə məşğul olan həmin o öz vəzifə funksiyasını icra edən şəxs. Bunların arasında müqavilə bağlanır. Bu müqavilədə hər iki tərəf məsuliyyət daşıyır. Biri dolğun məlumatları verməyə, digəri isə o məlumatları yoxlamağa. Çünki bu əmək müqaviləsi mərkəzləşmiş sistemdə oturarkən, həmin o əmək müqaviləsini bağlamış hüquqi şəxs birbaşa burada məsuliyyət daşıyır. Yəni, burada o məsuliyyətdən qaçmaq mümkün deyildir. Əgər saxta diplomu olan şəxsi işə qəbul edibsə, müəssisə rəhbəri, o müəssisə rəhbəri istər dövlət sektoru olsun, istər özəl sektor olsun, bunlar ciddi şəkildə cəzalandırılmalıdır. Çünki saxta fəaliyyətə birbaşa şərait yaradan vəzifəli şəxsdir. Yəni, o nəyisə bilməməsi, insanların qanunları bilməməsi, onların qanunun verdiyi cəzalardan azad etmir. Yəni, əgər bir şəxs, bir müəssisənin rəhbəri olmuşdursa, o minimal qanunvericilik haqlarını bilməlidir. Ən azından öz işinə uyğun olan istiqamətdə olanlar. Bu, məsuliyyət məsələsi. İkinci məsələ, müvafiq orqanların məsuliyyəti. Müvafiq orqanların məsuliyyəti də təbii ki, dediyimiz kimi, bu işdə Mərkəzi İcra Hakimiyyəti orqanı kim təyin olunmuşdursa, hansı orqan təyin olunmuşdur, o da dövrü olaraq bu məsələləri yoxlamaqda, o məsələlərdə meydana çıxan çatışmazlıqları aşkar edib qarşısına alınmaqda onların da məsuliyyəti ondan ibarətdir. Üçüncü məsələ, vətəndaşlarımıza mən bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, indi bu mexanizmlərin yaradılması məsələsi çox aktual idi, artıq mühüm addımlar da atılmışdır. Məsələn, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq saytında siz maraqlandığınız hansısa bir həkim və yaxud digər ixtisas sahibi, psixoloq, onun adını, familiyasını, atasının adını yazırsınız müvafiq bölmədə. İndi orada bir neçə mərhələlər var. Müvafiq sayta girən şəxs onu görəcək. Çox asanlıqla alqoritm şəklində göstərir. Həmin adamın adını, familiyasını, atasının adını yazdıqda onun diplomunu hardan almışdır, ixtisası nədir, tam aydın şəkildə görünür. Burada artıq qeyri-mümkündür ki, saxta adla fəaliyyət göstərsin həmin mütəxəssis. Qeyri-mümkündür. Yəni, vətəndaşımız da heç o özü bilmədən də rahatlıqla yoxlaya bilər. Eləcə də müəssisə rəhbərlərinə bu bir çağırışdır. Yəni, necə ola bilər ki, siz onu bilməyəsiniz? Yəni, bu, dövlətimiz tərəfindən yaradılmış bir mexanizmdir və bu istiqamətdə də çox ciddi olmaq lazımdır. Çünki
Bundan sonraki istiqamətdə bilirsiniz ki, bir neçə məsələlər də bağlandı, bir neçə məsələlərə müvafiq cəzalar yazıldı. Yəni bu istiqamətdə çünki insan sağlamlığının qorunmasını bir vəzifə kimi həmin rəhbər vəzifəli şəxslərin üzərindədir. Üçüncü məsələ müxtəlif qondarma ixtisasların çıxması. Bəli. Və Azərbaycanı bürümüş o uzman bir tüğyan etdiyi bəla vardı. Müəyyən şəxs, hətta 3 ay gedib kurs keçmiş şəxslər də özlərini uzman adlandırdı. Hətta mən hər dəfə bunu istər səhiyyə idarəetməsində olanda, istər sonraki müddətdə də bunu qeyd edirəm ki, çox gözəl bir obraz yaratdı bizim incəsənət xadimlərimiz, uzman qılman obrazı. Yəni, bu həmin antipod cəmiyyəti antipodlarından biridir. Yəni, çox da ifadə olunmuş şəkildə bir obrazdır. Yəni, Azərbaycanda uzman anlayışı yoxdur. Azərbaycanda həkim, rezident və həkim mütəxəssis anlayışı vardır. Həkim ümumi tibbi praktikanı bitirdikdən sonra, ümumi tibb üzrə yetişdikdən sonra müvafiq olaraq rezidentura fəaliyyəti göstərir. O müddətdə həkim rezidentdir və fəaliyyət göstərdikdən sonra həkim mütəxəssisdir. Uzman anlayışı yoxdur. Bizim müəssisələrdə öz adının qabağında uzman sözünü yazan şəxslər Azərbaycanın müvafiq olaraq təlimatlarını, qanunvericiliyini pozan və kobud şəkildə pozan şəxslərdir. Həkim etikasına uyğun olmayan, haqsız reklamla məşğul olan şəxslərdir. Buradan mən biz özümüzün yoldaşlarımıza bir daha deyirəm. Azərbaycanın özümüzün çox gözəl dilimiz var. Ulu öndərimiz dediyi kimi ləzzətli də dilimiz var. Və dilimizin qaydalarına uyğun şəkildə heç bir milli kompleksi yaşamadan öz dilimizə uyğun şəkildə öz ixtisaslarını bildirsinlər. Biz qalib millətin, qalib dövlətin vətəndaşlarıyıq və hər birimiz Azərbaycan dilində olan ixtisasların səslənməsi ilə qürur durmalıyıq. Başqalarına yamaq olmaq prinsiplərindən uzaq olmalıyıq. Ona görə də bizim üçün öz ixtisasımız da gözəl. Nə gözəl ixtisasımız var? Həkim, psixiatr, həkim, terapevt, həkim, pediatr, həkim, fizioterapevt. Öz dilimizin gözəlliklərinə niyə biz inkişaf etməyək? Və yaxud dediyimiz kimi kimlərsə, nələrsə və s. Mən bunları çox da belə müəyyən bir formada ifadə etməkdən yayınıram. Amma yəni dediyimiz kimi ikinci, müvafiq sorğu, deməli, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğu kitabçası vardır, müvafiq sorğu və orada bütün ixtisaslar, tibb ixtisasları, qeyri-tibb ixtisasları vardır. İndi ən belə maraqlı məqam ondan ibarətdir ki, dövlət tibb müəssisələrində də həmin o sorğu kitabçalarına uyğun olmayan ixtisaslar kəşf olunmuşdur. Yəni, biz qeyri-tibb ixtisaslarından söhbət gedir. Yəni ki, tutaq ki, o sorğu kitabçasına uyğun şəkildə biz ştat cədvəlimizi də ona uyğun qurmalıyıq. Burada özümüzdən heç bir kəşf etməyə ehtiyac yoxdur. Əgər dəyişən zaman, dəyişən məkan korrektlər tələb edirsə, bunun da qanunvericilik yolu ilə qaydası vardır. Müvafiq şəkildə Nazirlər Kabinetində həmin ixtisaslar əlavə olunur, o həmin siyahıda dəyişiklik olunur və o dəyişikliyə uyğun şəkildə də biz ixtisaslarla həmin məsələləri təmin edə bilərik. Amma burada öz fəaliyyətə, buna çox gözəl bir kəlməmiz var Azərbaycan dilində, özümüzdən Amerika kəşf etməyə ehtiyac yoxdur. Mən belə düşünürəm. Bəli, hətta bu sonradan yaranan, hətta nə ilə məşğul olacağı belə haqqında anlayışımız olmayan ixtisasların son anda sosial şəbəkələrdən də başqa elə bu televiziyalarda və radiolarda son dönəmlərdə çox sürətli axarı və onun təqdimatları, onları çox yüksək səviyyədə təqdim edərək heç kəs də anlamır ki, ümumiyyətlə bu sahə nəyə xidmət edir və bu anlayış özündə nəyə ihtiva edir. Amma yenə də bunun məsuliyyətini Müşfiq bəy soruşacağım, onu kim daşıyır? Bunu təqdim edən, çox bəhbəhlə təqdim edən aparıcı mı daşıyır? Onun özü mü daşıyır? Yoxsa həmin kanalın rəhbərliyində ki, haradakı təmsil olunur və mütəmadi çıxışlarda olur, onlar mı daşıyır? Bu da bir mexanizmdir ki, artıq bunun da bu vüsət alıb və buradan da biz təbii ki, müvafiq üst qurum olan Terror Şurasına da müraciət edirik ki, belə haqsız rəqabət, bu istiqamətdə haqsız fikirlər, yanlış yönləndirmələr olan proqramlar haqqında, müvafiq olaraq televiziyalar haqqında
İndi özlərinin bildiyi və qayda qanunlarımıza, bizim təlimatlarımıza uyğun şəkildə addımlar atması mən düşünürəm ki, önəmlidir. Çünki biz qanunvericilikdə uyğun şəkildə fəaliyyət göstərən şəxslərlə ona uyğun fəaliyyət göstərməyən şəxslər arasında fərq qoymalıyıq. Bəli. Yəni, biriləri qanuna riayət edir deyə onlar haqsızlıqla qarşı-qarşıya qalmamalıdırlar. Çünki qanunvericiliyə riayət etməyib, onun yanından keçən şəxslər qısa yoldan çox rahatlıqla uğur qazanmasının qarşısı alınmalıdır. Bəli, indi bax, həmin ki, o Ülviyə xanım, coachlar, NLP mütəxəssisləri, Theta Healing, nə bilim, nələr. Bəli. Halbuki Bir məsələ də var ki, qanuni əsası yox. Bəli, elə ixtisası düzgün olmayan insanların, biz deyirik, psixologiya, bəzən tibb sahəsindən daxil olmasın, amma bu insanın ruhsal dünyasını öyrənən bir elmdir. Baxın, düşüncələr insanları nə dərəcədə məhv edir anlayışını biz gözəl bilirik və bunların təsiri var ki, söz var ki, insanın mənəvi dünyasını və emosional çöküntü yarada bilər ki, onun ardıcı da bir neçə ciddi və bioloji tibbi xəstəlikləri gətirə bilər. Bunu biz bilirik və efir aparan aparıcılar, təbii ki, mən özüm psixoloq olaraq, mən bilirəm ki, bunun diaqnozu və bunun ardında nə gəlir, bunu rahatlıqla deyə bilərəm, hətta o qədər də cəsarət etmirəm. Amma bu anlayışı olmayan insanlar var ki, efirlərdən autizm, biz bayaq danışdığımız kimi, onun diaqnozunu qoyaraq insanları çağırış etməkdən nə qədər böyük bir, mən deyərdim ki, bu əslində insani dəyərdən kənar bir yanaşmadır. Məsələn, çox primitiv və bəsit, heç əlaqəsi olmayan diaqnozlarla sizin uşağınız bu xəstəlikdən əziyyət çəkir məsələləri haqqında danışılır. Baxın, bu təhlükədir və valideyn də düşünür ki, əgər mənim övladım bugün əsəbləşdi, tamam, saçını yoldusa, bu əslində çox ciddi autizm spektr pozuntusudursa, hər kəs başlayacaq təlaş olmağa. Bir ailənin məhvi deyilmi bu, Müşfiq bəy? Əslində bir insanın düşüncəsi, ailədə olan bütün sağlam təməlin pozulmasından başqa bir şeyə xidmət etmir. Buna görə də bunlarla necə mübarizələr, necə aparılmalı? Bəzən də biz, baxın, nə qədər gözəl danışdıqca, reallığı danışdıqca insanlar baxır və düşünür ki, bəli, tamam, reallıq bunlardır və həqiqət bunlardır. Nə qədər ki, bu insanlar, söz haqqı olan insanlar danışmadıqca və bu insanlar da başlayır bu formada psixologiyanı, nevrologiyanı insanlara təqdim edirlər. Burada da ciddi fəsadlar. Biz hər zaman, Müşfiq bəy, psixologiya ilə bağlı burada mövzu qoyanda nə qədər telefon zəngləri gəlir və bizə iradlar vurulur ki, mənim təşviş və həyəcan pozuntumdan klinikada müraciət olundu, mənə çox böyük bir məbləğdə məvacib alındı, o qan laboratoriyası götürüldü və analiz, qan laborator analizləri götürüldü. Bəli, və bununla da biz qalırıq ki, tamam, nə edək, nə, axı psixologiyanın laborator analizlə nə əlaqəsi var? Heç bir əlaqəsi də yoxdur, deyilmi, doktor? Bilirsiniz, ümumiyyətlə, hər dəfə... Siz olduğunuz verilişdə olmuş da, səhv etmirəmsə. Bəli, zəng gəlmişdi, özü də hətta ürəkləri soymayıb, deyiblər ki, əlavə 2000 manatında müqabilində bu qan analiz göndərilir Türkiyəyə güya. Güya, halbuki elə şey yoxdur. Nədir? Diaqnozda təşviş həyəcan pozuntusudur. Və burada bir məsələ də odur ki, çox gözəl olardı ki, nə zamansa bu da tam tənzimlənsin qanunla ki, psixotrop preparatları ancaq həkim psixiatrlar və həkim psixoterapevtlər yazmaq hüququna malik olsun. Bu tənzimlənir. Amma təəssüf ki, və resept forması belə ayrıdır. Resept siz təbii ki, doğru deyirsiniz. Burada yan məsələlər var. Kimlərsə onu pozursa çox ciddi. Hətta həkim olmayan, demək, insanlar var ki, heç psixoloq da deyil, hansısa bir 3 aylıq bir vəsiqə, saxta bir özünün düzəltdiyi kağızla özünü psixoloq kimi təqdim edir, ürəyi soyumur. Hətta dərmanlar təyin edir, tövsiyələr edir, bu dərmanı al iç, o birisi dərmanı içmə. Yəni, belə bir müdaxilələr edirlər və bir vacib məsələdə Ülviyə xanımın sözündə, təbii ki, indi bu danışdığımız problemlərin mənə ən çox toxunan ağrılı bir hissəsidir. Nəyə görə? O da odur ki, xəstəliklərin beynəlxalq təsnifatı var və bizdə de facto biz 10-cu təsnifatla gedirik və orada bütün o sadalanılan təşviş həyəcan pozuntusu, panik pozuntu, depressiya, obsessiv-kompulsiv pozuntu, bunlar F kodu ilə gedir. Yəni, psixoloji pozuntular. Bunlar C kodu ilə, yəni nevroloji xəstəliklər kodunda getmir. Amma təşviş həyəcan pozuntusu, panik atak, depressiya müraciət eləyəndə təəssüf ki, bəzi, yəni də onları heç bir kateqoriya aid eləmək istəmirəm. Bəziləri neçə böyük məbləğdə pullara, qan analizi bu qədər neçə yüz, bəzən neçə min manata gəlir.
KT eləməliyik, MRT eləməliyik, bu olmalıdır. Halbuki heç bir protokolda belə bir şeylər yoxdur. Bilirsiniz, indi mən düşünürəm ki, daha böyük problemdən başlayıb sonra bunlara, bilirsiniz nəyə görə? Bu dəqiqə daha böyük problem təhsili olmayan, yalandan hansısa başqa bir ölkənin bir vərəqini, hansını ki, bəlkə də o ölkədən də almayıb, indi özü Photoshopda çıxardan və özünü psixoloq kimi təqdim eləyənlər, hansı ki, onların fəaliyyəti nəticəsində vətəndaşlar, istər uşaqlar, istər belə sağlamlığını itirir. Yəni, təkcə maddi pulunu itirmək yox, sağlığını itirir. Ailələr dağılır. Bilirsiniz, o yanlış məsləhətin nəticəsində ailələr dağılır. Ailələr çoxlu ciddi fəsadlar yaranır. Mən düşünürəm, birinci, bax, onlarla bağlı bir ciddi ölçü götürülməli və bir, necə deyimi, zaman da gəlib çıxar ki, hər bir həkim öz fəaliyyət sahəsinə aid olan, o kodlara uyğun olan diaqnozlarla işləyər ki, sonra çünki əks halda, bilirsiniz, hər dəfə vurulursunuz, doğrudan da bizim savadlı, dəyərli nevroloqlarımızın heç zamanı yoxdur, otursun, panik atak tutmasına nəzət çəkən bir insanı saatlarla... Çünki eyni qədər nevroloji problem və xəstəliklər var. Bəli, ancaq təsəvvür edin, bir nevroloji xəstəliyin diaqnozunu dilinə almayan adamlar var. Hansı ki, ancaq obsessiv-kompulsiv pozuntu, depressiya, panik atak. Çünki burada o dediyimiz o təəssüf ki, manipulyasiyalar üçün daha geniş yer var axı. Bir təsəvvür eləyin ki, Lourdesdə bir meningit diaqnozunu qoya bilməyən insanlar, bir epilepsiyanı müalicə eləməyən insanlar, bir... Bəli, Enroz xəstəliyini müalicə etməyənlər panik atak. Tamamilə doğru deyirsiniz. Biz burada yenə də sırf dediyimiz o standartlar və bayaq siz çox uyğun olaraq qeyd etdiniz ki, protokollar fəaliyyət göstərməlidir. XBT xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə biz xəstəlikləri tanımalıyıq. Bayaq qeyd etdiyimiz ixtisaslara olan standartlar, bu standartlarla tanımalıyıq. Karyera inkişafında müəyyən olunmuş standartlara uyğun şəkildə olunmalıyıq. Bəzən çox doğru deyirsiniz. Bir də baxırsınız ki, bir il belə fəaliyyət göstərməyən, ümumiyyətlə, praktiki səhiyyədə fəaliyyət göstərməyən bir şəxsin hansısa bir bölgədə səhiyyə islahatları haqqında fikirlər söyləməsi və yaxud həkim olmayan bir şəxsin, ümumiyyətlə, həkimlik ixtisası tamamilə başqa olan bir şəxsin səhiyyə islahatları haqqında hansısa bir fikirlər, təlimlər verməsi, bunlar böyük suallar doğurur. Bunların hər biri çox ciddi şəkildə olmalıdır. Çünki səhiyyə, təhsil sahəsi çox ciddi bir sahələrdir. Burada mütəxəssislərə də ehtiyac vardır. Mən tamamilə onu da əleyhinə deyirəm, idarə etmə menecerlərinə də ehtiyac vardır. Amma burada funksiyalar konkret olaraq sərhədlər müəyyənləşməlidir. Kim nə ilə məşğul olmalıdır? Kimlər bu işin təsərrüfat, texniki və iqtisadi tərəfi ilə məşğul olmalıdır? Kimlərsə bunun elmi, maarifləndirmə və konkret olaraq praktiki tibb və yaxud təhsil fəaliyyəti ilə məşğul olmalıdır. Bunlar ciddi şəkildə fərqləndirilməlidir. Çünki bilirsiniz, bir futbol menecerinin səhiyyədə, təhsildə burada hansısa bir istiqamətdə müəyyən bir fikirlər yürütməsi biraz suallar yaradır. Bilirsiniz, o qədər çox üzrsən, vaxt da dardı. Sizin də Müşfiq müəllim bu dəyərli vaxtınızı sərf edib gəlmisiniz. Ona görə də bilmirik ki, necə eləyək ki, siz də maksimum sona yetməmiş bir məsələ ilə də bağlı istəyəcəm sizin mövqeyinizi çox xahiş edirəm. Bu, uşaq reabilitasiya mərkəzləri, daha çox autizm spektr pozuntuları ilə məşğul olan, hətta bildiyimə görə Bakı şəhərində yatılı olan müəssirə və reabilitasiya, hətta psixologiya akademiyaları adı altında fəaliyyət göstərən kiçik qurumlar, özlüyündə böyük düşündükləri, amma əslində heç bir böyük çərçivəyə sığmayan qurumlar haqqında, ümumiyyətlə bunlar haqqında hansısa bir tədbirlərin görülməsi nəzərdə tutulurmu? Ümumiyyətlə bunların fəaliyyəti necə tənzimlənməlidir, amma əslində reallıqda necə tənzimlənir? Məncə bizim cəmiyyətimizin, Azərbaycan Respublikasının inkişafı, iqtisadi inkişafı, iqtisadi azadlıqlar, insanların sahibkarlıq fəaliyyətinə hər cür şəraitin yaradılması bizim cəmiyyətin sürətlə inkişafını təmin etmişdir. Bu sürətli inkişaf nəticəsində təbii ki, müəyyən bir təlimatlar, müəyyən bir qaydalar ola bilsin ki, bu kütləvi inkişafla bir qədər
geri qala bilər, bir qədər ayaqlaşmaya bilər. Bunlar yəni bütün hər bir yerdə mümkündür. Çünki indi elə bir sürət əsrində yaşayırıq ki, yeni ixtisaslar meydana çıxır. Burada tamamilə konservativ yanaşma da, yəni elə düşünməsin bizim tamaşaçılar ki, biz konservatizm baxımından bu istiqamətə baxırıq. Burada məsələ bundan ibarətdir ki, dediyiniz özəl sektor olmalıdır, həmin müəssisələr yaradılmalıdır, ora yeni mütəxəssislər də olmalıdır, amma bunların hər biri qayda-qanunla tənzimlənməlidir. Çünki ölkəmizin inkişafı elə yüksək sürətlə davam edir ki, biz 6 ay bundan öncəki zamana baxdıqda indi fərqli Azərbaycan görürük. Çünki ölkə rəhbərinin çevik addımları, çevik siyasətin qurulması, Azərbaycanın bütün dünya açılması təbii ki, bizim inkişafımızı stimullaşdırır. Biz bundan da böyük-böyük yeni müəssisələrin özəldə, dövlətdə yaradılmasının şahidi olacağıq. Çünki bu, bayaq sizinlə müzakirə etdiyimiz elə səhiyyəmizin inkişafının bir göstəricisidir. Evet. Amma inkişaf etdikcə biz qaydalarımızı da, qanunlarımızdan sonra tətbiq olunan qaydalarımızı da dəyişən zamanın tələbindən uyğunlaşdırmalıyıq ki, bundan kənara çıxmalar və sui-istifadə halları olmasın. Təbii ki, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də, biznes strukturları da burada vicdanlı və qürurlu yanaşmanı seçməlidirlər. İndi hansısa bir yerdə boşluq vardır və yaxud hansısa bir yerdə nə qədər imkan varsa orada mən sui-istifadə edim prinsipi ilə, fürsətçilik prinsipi ilə yanaşmaq da doğru deyildir. Xüsusən sağlamlıq və təhsil sayəsində bir qədər burada bu etik normalara ciddi şəkildə riayət olunmalıdır. Amma bütün bunlar bayaq qeyd etdiyimiz kimi heç bir ölkədə heç bir zaman bir tələb, bir hansısa bir maddəyə, bir xidmətə vardırsa, o tələb meydana çıxdıqda o mütləq təklif də meydana çıxacaqdır. Çünki bazar iqtisadiyyatının ən mühüm stimullarından biri tələb təklif məsələsidir. Yetər ki, o tələb hər zaman cəmiyyət inkişaf etdikcə, ölkə inkişaf etdikcə tələblər artacaq. İnsanlar daha yaxşı yaşamaq istəyəcək, daha fərqli xidmətlər istəyəcək, daha özünə başqa cür yanaşmanı tələb edəcək. Bu zaman da təklif mütləq meydana çıxacaq. İndi o təkliflər çox sui-istifadə halları istiqamətinə yönəlməsin deyə dövlət bu zaman özünün tənzimləyici funksiyasını ortaya qoyur. Tənzimləyici funksiyada bayaq dediyimiz kimi həm təlimatların hazırlanması, qayda-qanunların olması və bunu pozan şəxslərin cəzalandırılması. Bu istiqamətdə addımlar atılacaqdır. Biraz zamana məncə ehtiyac var və böyük ümidimiz ondadır ki, bizim səhiyyə sektorumuz inkişaf edir. Çoxlu cavan mütəxəssislərimiz bu prosesə cəlb olunur. Gəlin bir 10 il bundan öncəyə baxdıqda xatirinizdədir, özəl sektorda xaricdən gələn, müxtəlif adlarla reklam olunan xarici ölkə vətəndaşlarının adını eşidirdik biz. Televiziya reklamlarında, verilişlərdə artıq yoxdur. Demək olar ki, çox azalmışdır. Çünki öz mütəxəssislərimiz ondan da gözəl. Bax, bu bizim səhiyyəmizin inkişafının... Hətta əməliyyat üçün xarici ölkəyə gedənlərin də sayı azalıb artıq. Tamamilə azalıb. Xaricdən burada artıq tibbi turizmin də bir hissəsi inkişaf edir. Xüsusən də bizim indi müvafiq olaraq biz çox tənqid etdik, amma plastik cərrahiyyədə mən sizə deyim ki, Orta Şərq ölkələrindən Azərbaycana axım vardır, müəyyən bir faizdən vardır. Bunlar hamısı bizim inkişafımızın göstəricisidir. Bir 10 il ərzində görürsünüz, həm xaricə xəstə axınına qarşısında həm də ki, bizim öz mütəxəssislərimiz də yetişdi. Hələ bundan da çox mütəxəssislərimiz indi biz mütəxəssis ixrac edirik. Artıq Almaniyada nə qədər tibb mütəxəssislərinin, bizim tibb universitetini bitirib, orada gedib təkmilləşmiş mütəxəssislərimizin olduğu, özdə sayı da kifayət qədər çoxdur. Bütün bunlar müsbət məsələlərdir, amma o dediyimiz mənfi məsələlərin də qarşısını almaqdan ötürü biz qayda-qanunlarımızı, kifayət qədər təkmil olan qayda-qanunlarımızı tətbiq etməliyik. Burada heç çəkinməyə də ehtiyac yoxdur. Kimlərinsə bizi də konservatorluqda və yaxud azad inkişafın qarşısını alınmaqda ittiham edə bilməzlər. Çünki bu şəxslər bu prosesdən sui-istifadə etdikdən sonra bəzən elə dövlətimizin inkişafına da maneçilik törədən şəxslər olurlar.
Çox təşəkkür edirik o dəyərli fikirləriniz üçün, dəyərli zamanınızı bizə ayırdığınız üçün. Çox-çox təəssüf edirik ki, efir vaxtımız yekunlaşdı. Təbii ki, soruşulacaq çox suallarımız cavabsız qaldı. Nə edək ki, zaman yetmədi. İnşallah növbəti bir gündə qonağımız olaraq gələrsiniz. Bizi maraqlandıran və təbii ki, bizim insanlar üçün maraqlı olan, doğru bildiyimiz yanlışlar fonunda bir neçə ciddi məsələlərin müzakirəsini aparacağıq. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Dəvətimizi qəbul edib gəldiyiniz üçün bugün səhiyyəmizin bugünkü inkişafından danışdıq. Təbii ki, danılmaz inkişaf göz qarşısındadır, reallıq budur. Sadəcə düzgün istiqamətdə mütəxəssis seçmək yetərlidir ki, biz bugün baş verən və gedən inkişafı görə bilək. Bugünlük bu qədər salamat qalın. Hər birimizə sağlam can və sağlam ruh arzulayırıq. Sabah yenidən görüşmək ümidi ilə.